Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allemtena ve zidna minel ilmi vel amel emme ba'd. Əziz müsəlmanlar, ilk olaraq Allah subhanahu ve teala həmskanlar ayırır. Allah subhanahu teala bizi müsəlman olaraq yaratdı. Və Allah subhanahu teala bizi İslam ilə şərəfləndirdi və İslamla izzətləndirdi. Ona görə kimə bu İslam neməti verilibsə, buna görə Allaha həmd etsin. Bu nemətə görə Allaha şükür etsin. Neçə insanlar var ki, bu nemətə layiq olmadıqları üçün Allah subhanahu teala hidayət vermədi. Allah subhanahu teala bizləri seçdi, bizi izzətə layiq gördü. Ona görə İslam şəriətini, İslam dinini, Allahın əmir və qadağalarını özünə həyat prinsip edən insan necə də xoşbəxtdir. Və bugün mühüm bir məsələyə toxunmaq istəyirəm ki, o məsələ də hansı ki, ən məşhur məsələlərdən biridir. Və qarşıda hansı ki, gələcək yeni il, xristiyanların bayramı, milad təqvimi ilə keçirilən yeni il, milad bayramı. Və bu yeni il, bilirsiniz ki, əsli xristiyanlardan olan və xristiyan və kafir, Allahın düşmənlərin bayramlarıdır. Müsəlman belə bayramlardan uzaq durmalıdır. Müsəlman belə bayramları keçirməməlidir. Müsəlman belə bayramların keçiriləcəyi məkanlarda olmamalıdır. Müsəlman öz dinini qorumalıdır. O bu yeni il bayramı zənni dəlillərə görə qoyulub. Zənni dəlillərə görə qoyulub. Yeni il bayramı hansı ki xristiyanlar qeyd eləyir, bunu bayram kimi, yəni miladi təqvimi ilə yeni ilin daxil olmasına görə bunu bayram eləyirlər. Bu münasibətlə. Və bilirsiniz ki, miladi təqvimi də İsa aleyhissalamın güya doğum təqvimi kimi qoyulub. Yəni miladi təqvimi İsa aleyhissalamın doğulduğu gündən hesablandır. Bu da zənni dəlillərdir. Qəti dəlil yoxdur bu barədə heç bir şey. Bilinmir İsa aleyhissalam nə vaxtı olub, ayın neçəsi olub. Ona görə xristiyanlar özlərindən belə bir təqvim qurdular və İsa'nın doğum tarixini qeyd elədilər. Və bunu miladi bir təqvim adlandırdılar. Və bu təqvimin yeni ilinə keçən gününü bayram etdilər. Ona görə müsəlman belə bayramlardan uzaq durmalıdır. Allah subhanahu teala Maidə surəsi 51-ci ayədə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu la təttəxidul yəhudə və nəsara əvliyə, bə'duhum əvliyə bə'd, və mən yətəvəlləhum minkum fə innəhu minhum innəllaha lə yəhdil qavmə zalimin. Allah subhanahu teala buyurur ki, bu ayədə, ey iman gətirənlər, Yahudi və xristiyanları özünüzə dost tutmayın. Onlar biri-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalim tayfanı doğru yola yönətməz. Və İbn Kəsir rəhməhullah bu ayənin təfsirində buyurur ki, bu ayədə dost kəlməsi, dost tutmaq odur ki, kafirlərin bütün söz və davranışlarını, adətlərini, bayramlarını və s. bu kimi əməllərini götürüb qəbul etmək və onu tətbiq eləmək həyatında. Həmçinin Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən təşəbbəhə bi qavmin fəhvə minhum. Kim özünü bir qövmə, bir tayfaya bənzədərsə, o da onlardandır. Hədisə Əbu Davud rəvayət edib. Həmçinin Allah Rasulü sallallahu aleyhi və səlləm digər hədisdə buyurur ki, Allaha and olsun ki, sizdən öncəkilərin yoluna qarış-qarış uyacaqsınız. Hətta onlar hansı deşkiyə soxulsalar, siz də ora soxulacaqsınız. Səhabələr dedilər ki, ey Allahın Rasulü, Yahudi və xristiyanlar mı? Allah Rasulü sallallahu aleyhi ve sellem dedi ki, başqa kim olacaq ki? Hədisi Buxari Muslim rəvayət edib. Ona görə də müsəlman çalışmalıdır ki, Allah subhanahu teala düşmənlərinin bayramlarını özünə bayram kimi seçməsin. O bayramlarda iştirak etməsin.
və belə bayramları keçirtməsin. Ona görə Ömər ibn Xattab radiyallahu anhu Beyhəqidə keçən rivayətdə buyurur ki, Allahın düşmənlərinin bayramından çəkinin. Ona görə əziz müsəlmanlar, bəzən elə əhəmiyyət vermədiyimiz əməllər olur ki, o bizim dinimizi poza bilər və bizim imanımızı böyük təhlükə qarşısına qoya bilər və insan belə əməlinə görə bəzən küfrə düşə bilər. Ona görə müsəlman ehtiyat eləməlidir, çəkinməlidir belə əməllərdən, belə bayramları qeyd etməkdən. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinəyə gəldiyi zaman və gördü ki, Mədinə cəmaatı əylənir, şəllənirlər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdu ki, bu nədir? Və dedilər ki, ey Allahın elçisi, biz cahiliyyət dövründə bu günlərdə şəllənirdik, əylənirdik. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, Allah sizin iki əyləncə gününüzü onlardan daha xeyirli bir günlə əvəz etmədimi? Hansı ki, Qurban bayramı ilə və Ramazan bayramı ilə əvəz etmədimi? Ona görə möhtərəm müsəlmanlar, yəni biz sadəcə hər bayramı qeyd edirik ki, bayram, yəni yeni il və milad bayramı kimi qeyd olunan bu bayram xristiyanların qeyd etdiyi bayramdır. Və hələ biz bu bayrama əlavə etsək, bəzi haramlar ki var, hansı ki bu bayramlarda içki içirlər, zina eləyirlər və qadınla kişilərin qarışmağı bir-birinə və onlara bura əlavə etsə, əlbəttə ki, bunun şiddəti daha da artır. Hər biri öz-özlüyündə bir asilidir. Ona görə müsəlman çəkinməlidir belə əməllərdən. Kafirlərin yoluna tabi olmamalıdır. Onların bayramlarını qeyd etməməlidir. Ona görə kafirlərə bənzəmək nə qədər təhlükəli bir əməldir. Ona görə Abdullah bin Amr bin As buyurur ki, radiyallahu anhu, kim kafirlərin ölkəsində bina tikərsə, onların Novruzlarına və şənliklərinə qatılarsa və ölənə qədər onlara bənzəyərsə, qiyamət günü də onlarla birlikdə həşr olunar. Və bu rivayət İmam Beyhəqidə keçir, Sünən-ül Kubrada 7-ci cild 105-ci səhifədə. Ona görə bax gör ki, necə təhlükəli bir əməldir. Və nəinki bu bayramı qeyd etmək və hətta bu bayramı keçirdənə belə yardım etmək olmaz. Onların bu əməlinə yardım belə etmək olmaz. Ona görə Şeyxülislam İbn Teymiyyə rahmehullah İqtida Sırat-ı Müstəqimdə buyurur ki, bayramlarda onlara bənzəməyə çalışmayacağımız kimi, bu mövzuda onlara bənzəməyə çalışan bir müsəlmana da yardım edilməz deyir Şeyxülislam İbn Teymiyyə rahmehullah. Həmçinin fikir ver ki, bayramı qeyd etmək necə təhlükəlidir ki, hətta İbn Qayyim rahmehullah bu bayram münasibəti ilə kimisə təbrik eləməyi belə buyurur ki, ittifaqla haramdır. İbn Qayyim rahmehullah buyurur ki, kafirləri onların öz simvolları münasibəti ilə təbrik etmək ittifaqla haramdır. Məsələn, onlara bayramını təbrik etmək və bayramın mübarək olsun və s. kəlmələr demək. Əhkam Əhl-i Zimmə kitabı 1-ci cild 205-ci səhifə. Həmçinin İbn Teymiyyə rahmehullah İqtida Sırat-ı Müstəqim kitabında buyurur ki, Sırat-ı Müstəqim üzərində olmaq odur ki, insan həm batinində, həm qəlbində, yəni həm etiqadında, iradəsində, həm zahirində, sözündə və əməlində Sırat-ı Müstəqim üzərində olsun. Həm adətlərində, ibadətlərində, həm yeməyində, içməyində və hətta səfərində belə Sırat-ı Müstəqimin üzərində olsun. Ona görə kafirlərin, Allahın düşməninin bayramlarını keçirmək heç də Sırat-ı Müstəqimin üzərində olmaz demək deyil. Ona görə kim onların bayramlarını keçirdərsə, Sırat-ı Müstəqimdən yayınmış olar. Allahın doğru yolundan yayınmış olar. Allah subhanahu istifadəni etsin. Aqulu qawli hada estağfirullah li və lakum və lisa'iril muslimin min kulli zam estağfiruh. İnnehu vel gafurur rahim.